Festivalda tamaşa gösterək, bu dünyanı biz nağıl bilərək. Nağıllar dünyasında əylənək, burada dostlar gəlib bizlə birgə. Dünyanın sehrini kəşf edirik, tamaşanı tək göstərmək deyil, öyrənib həm də biz əylənirik. Nağıllar sirli dünyanın birgə əl-ələ biz verək möcüzəni, bu dünyanı sizinlə birgə kəşf edək. Sevinirik bu dostlarla burada bu an görüşdük biz hər zaman, bu ənənəni ildən ilə davam etdik. Kaptan kalkıplarlar ki siz nereye salsın? Ama narahat olmayın. Sizin çömleğinde de dostlar var. Dostlar? Real aleme çektiğim bu onları tapın. Yok. Diyorsan tümsel dostumdun renk yaman uzundu. He deme. Yani bize çömleğinde de dostlar var. Kömeye dostlar? Görsen de kömeye besliyorum ama böyle dostlar var. Ne kadar var bilmiyorum ama onu bilirəm ki çoktur. Onların sayesinde biz buradayız. He, o da gidiyor bize kömeye besliyorum. Tamam. Kesin. Londonun sakit bir məhəlləsində Wendy və onun bacıları Diana, Amy və Lovely xoşbəxt yaşayırdılar. Çünki onlar hər axşam nağıla qulaq asmamış yuxuya getmirdilər. Elə buna görə də onları məhz bu gecə sehirli qonaqlar gözləyirdi. Akşam düştü. Toplaşıplar bacılar. Yuxudan önce yine geldi arzular. Əla. Bak görsen anamız yine de interneti söndürüp. Ben interneti zorla açacağım. Kızlar, anamız yine de interneti söndürüp ha? Bilirdim hele. Olsun, benim mobil internetim var. Hürmetler Necmi, balansınıza kifayet kadar vesayet yoktu. Yaşar, deyirəm kaş ki biz də nağıllar aləmində ola bilərdik. Cırtdanla, qızlı xanımla tanış ola bilərdik. Yani aslında onları biz yaşadık. Her bir insan her hakkında bir nağıla okuyarak o nağılın qəhrəmanları canlanmağa başlayır. O nağıl yada salınmasa yaxud heç vaxt okunmasa yavaş-yavaş unudulur. Qızlar, görürsən nağıllar dünyasında nələr baş verir? Gözlüyüm, hazırdır. Nağıllar aleminde maraqlısı odur ki, daim yeni keşfler, sirlerle de doludur. Necədir? Əla. Peki sen niye susursan? Ne diyorsun orada Benden gözləyirəm ki, susasız, mən də canımı açım. Susun. 1, 2, 3, başladı. İnternet büyük bir güvvedir. Dalga. İnternetten uzaklaş, gözlerini geri aç. Sakit. Siz kimsiniz? Beni tanımadın. Bunlar Kubi Tepeliler, Bilbildir. Biz kim nağılı okumuşuz? Oha! Biz nağıllar alemine yani serüvete gelmişiz. Kapitan Gofret. Konu var ki bizi kelleye salsın. Ona göre şimdi kömeğimize ihtiyacımız var. Yok şimdi kaptırıp bize sorumluluk. Başa düştüm hele. Ama bilmez biz. Sen ne biliyorsun? Bunlara kesmek süreci etkilediklerine göre. Sana demişlerdi. Bak, böyle şey.
Bu Peter Pan. Çek! Ya. Sağ ol, Kaptan Johnson. Ah! O timsah. Hem temelim oldu. Peter Pan ya dünyada kim nəsə əlbin olur, nəsə bir plan cızırlar. Deməli, Peter'in komandası sadəcə bizdən daha da çoxdur. Bəli, indi Peter və komandası günü-gündən çoxalır. Bax, o vaxt mən... Kes sesimi. Ah Peter, ah. Qolunu timsaha atandan bəri sevmirəm səni. Sevmirəm səni, Lap şey işi mi sıktı şey? Devam edeyim. Eşek məni. Biz yaxşı dost idik. Yaman yaxşı. O vaxt mənə aldatdın. Sən belədir. Bax, mən kapitan olsam... Sus da! İmkan deyil, tamaşaçılarla qardaşım. Get musiqini değiş, sevinən sən olsun. Mən niyə gedirəm? Bir dəfə də özün get də. Mənə deyil. Mənə deyirsən. Sənə deyirəm. Yaxşı, elə olsun. Onsuz da bu cəmdə hər şeyi mən eləyirəm. Musiqində mən dəyişin yemələri də mən hazırlayım. Ağıllı da mənəm, ağılsız da mənəm, hamısı mənəm. Bezmişəm. Dedim mənə qızıl ver. Sənə yenidən uşaq olmanın yolunu göstərim. Getdi o qızıllarla özünə qılınc hazırladı. Və mənim gəlimə hücum elədi. Can ay qardaş, can. Və mənim qolumu timsaha yemirədi. Gecə tez, gecə tez, gecə tez. Qisasımı alacağam. Əlbəttə alacaqsan. Mən qardaşın ölməmişəm ki. Ay kaptan, bu qızlardan birini kilo götürmək bizim üçün rahat olar. Onlar növlətdə yeni deyil, heç bizə tanımırlar. Birini kilo götürməliyiz sonra sasar. Düzdür, vermək ki, tamaşaçılarla dolar qardaşdırır. Ay, Ay yazıq, kitab oxu. Taliyə ilə savadsız. Savadsız sən. ha? Ardımca. Hara! Məndən sonra. Bezmişəm. Burada çalma izleyici qazanacağım. Güzeldi, çok güzeldi. Qarşılayın. Bu mənəm. Wendy. Getdik. Qarşılayın meydana. Gəlirəm mən gəlirəm. Sosial şəbəkələri aləmi bəzəyirəm. Səssizlik mənlik deyil. Gəlik daim izləyicilərlə görüş yerimiz daim. Şəbəkədir şəbəkə. Bəli şəbəkə. Bir anı qırağa çəkilən kimi unudula bilərəm mən. Şəbəkədə qalmaq üçün yeni nələrsə fikirləşirəm. Yeni nələrsə. Bəli. Yeni nələrsə. Nələrsə
eşirəm. Ha bir dakika, sizi tutabilir. Lakin benim dostum Tinker Bell sizi koruyacak. Yok, korumayacağım. Siz seçmeni çok seversiniz. Ben gittiğimde. Yok, uçuram. Sen de bu. Benim bir Gideceğim. Kızlar siz burada gözün ben Tinker Bell'e tapıp getireceğim. Şok. Tinker Bell bizden incidir. Kızlar, canlıda hiç kes yoktu ki. Sen demek canını açmamışam ki. Ürəyim lap darıqdır. 100% mənim izləyicilərim düşür. Mən düz 5 dəqiqədir ki, canlı açmıram. Olsun. Mən bu problemi həll edəcəm. Problem o değil. Problem senin səmərəli vaxtını səmərəsiz istifadə eləməkdir. Səmərəli vaxtını səmərsiz keçirən bu nağıllara necə gəldin? Elə də qayıdacaqsan. Hər şeydən unudacaq. İndi Ne oldu? Mənim internetim yoxdur. Dərsdə belli əylənməyə gəlmişik. Yenə də internet. Bilirsən, telefona çox baxmaq beyin əzələlərini qurda bilər. Belə eləsən biz çıxıb gedəcək. Və anamızı yiyəcəyik. Gedirsiniz gedin də. Cəmat məni gəzdir. Tinker Bell demişdi axı. Biraz xoş düşüncə yetər. Gəlmir axı. Seyirli tozları yoxdur da. Gedib görüm orada internet tapıram. Bu kız heç vaxt düzəlmir. Əziz tamaşaçılar, zəhmət olmasa internetdən az istifadə edin. Ay sağ ol. Və ümumiyyətlə istifadə eləməyin. Ay sağ ol. Bizim tamaşaya bax. Ay sağ ol. Düz değil. Haha. Evet, ne yapayım? Gidin beni alacağım. Çok sonun başına. Sen karşımda gelmiş oldun. Ben miyim sen? Bak hayır şu maşuka. Barıştım. Yaxşı dostum, mən səni bağışlayıram. Abla çektik. Getdik. İndi nə oldu? 91 ben burada. Ben yandan çıxarsam, sözümü belə bildim. Mən də cibimdə gəlməyəcəm. Başda, amma bunda bir şey var. Korkun gözü. Cibimdə. Ben demiştim ama burada bir kere. O canlı yayınlatılmak istedi. Bence okuldan bu canlıları. Evi yaptıran kapat. Onlara biz bir tepede. Şurada size tepesi. Deməli belə, gəlin sizə anlatma, gedişi haqqında məlumat. Niyə məhz bu gediş? Çünki bu mübahisə heç kimə lazım deyil. Lakin başlayaq. Axmaq mat, şahmatda ən tez mümkün olan mat növüdür. Bu mat üçün axların öncə ev piyadəsini bir ya da iki dama irəli oynaması gərək. Daha sonra qaralar ev piyadəsini oynayıb vəzirin yolunu açmalıdır. Daha sonra axlar
burada oynamasıyla isteğinize çatır. Şah ve ama. Anladınız da görmedim. Anlamadınız. Ben de mübahiselerin niye göre yapıldığını hiç anlamadım. He. Bu kızı hara getdi axı. Ben de bir hareket. Kimse gəlir? Nə? Ay beni de görsünler. Sən bura gəlmə. Get. Salam tamaşaçılar. Bugün mən Divalandayam. Yeni nağıllar aləmində. Bir dəqiqə. Nə yapırsınız? Yox, mən məktəbdə deyiləm dostlar. Mən Divalandayam. Oy nə gözəl. Tinker Bell da bizim canlı yayındadır. Salam bendi. Salam bendi. Ben de arkada Getdi ki, yine sen internet səhv olduğuna görə çıxdı. Eybi yox, sonra təzən qoşlar. Hə, harda qaldın dostum? Məclisiz. Ne birlikte? Bəli, mən bugün Divarlandayam. Burada sizi çoxlu macəralar, əyləncələr gəzdir. Nağıllar ələminə xoş gəlmisiniz. Bizdi mi? Kapitan gelin çıkın. Vay, məni tutdular dostlar. Bir də bana bunu bağlayırsınız. Nəbani canlıdan çıxasınlar. Canlı kommentlər yazın, ürəklər atın. Kömək eləyin. Da ciddi. Hara? Məndən sonra. Getdi. Məndən sonra. Buna bakın, bu da benim kitaptan çıkıyor. Buraya gel, ben de sana sözümü diyeceğim. Dostlar eşitdiniz. Sözlü diyeceler layihəsinə start veririk. İzləmədə qalın, hər şeyi çəkəcəm. Beni tapa bildiniz. Neyse. Çünkü ben sesi geldi. Mən qorxuram dostlar. Narahat olmayın. Her şey hesaplanır. Dövüşe hazırız. Biz de hazır. Biz de hazırız. Biz de hazırız. Bakın dostlar. Nivelanda necə maraqlı batıl gelir. Wow, süper. Bu batılda iştirak edin. Lera. Emir. Yana. Tinkerbell. Peterman. Larry. Savaşlar. Her anlasın var. Yaşında bizler isyanlar. Gerçek uğraşında elinden ters olma. Baktım nedir ondansa hepsi de geri olma. Yes. Hadi. Tamam. Bax mən nə deyirəm, onu eləyirsən. Eşitdin? Eşitdin? Hazır ol. Hazır ol. Həyatda yaşamaq maraqlıdır. Yanında tək dostlar həmdəm olubdur. Bir də ben girib ömrümüzə, istədiyini edib söz bizə. Yemdən qızımı aparıb, qolunda timsaha yem olur. İndi deyin görüm niyə, niyə? Bu
mən olacaqdım. Amma qan mənə mane oldu. Ümumiyyətlə, mehriban olmaq lazımdır. Mən gedib Benini xilas edəcəm. Qoymaram! Nerede gelirəm? Satqınlar! Bəli, tamamilə razıyam. Mehribanlıq olan zaman nağıllar aləmdə, yeni nağıllar meydana gəlir. Mən də gedirəm. Ne yaxşı oldu böyle həmişə sülh olsun. Mən bilirəm. Mesleğine çalışacaksan, lakin nağılları bir şekilde sunulacak. Gördün? Yenə də tək qaldın. Düşünürüm ki 5 seneden sonra senin sevimli dostun Timsah bura təşrif buyuracak. Mən heç kimdən qorxmuram. Mən heç kimdən qorxmuram. Bunlara bax. Hamı mehriban olmaq istəyir. Elə bil mən sevilmək istəmirəm. Axı mənim oğlumu balaca vaxtı söndürmüsün. Mən yerdən uşaq olmaq, xoşbəxt olmaq istəyirəm, eşidirsiniz? Bu tamaşaya baxanlar belə, bu kitabı oxuyanlar belə. Mənim olacaqdır. Və mən düşünürəm ki, Bizim nağıl qəhrəmanları heç vaxt unudulmayacaqsınız. Çünki bizim kimi kitabları sevənlər, nağılları oxuyanlar, tamaşaya gələnlər çoxdur. Bax, biz səni olduğun kimi qəbul edirik. Aha. Ben bilirdim bu dostunun sonu böyle güzel gidecek. Düz deyirlər, biz mehriban olmalıyıq. Sihirli işler bizi gözlüğe geleceğiyle yarattığı yere sarıp o bizler sesliyor. Mehribanlıq necə də gözəl duyulur. qan. Olan oldu, keçən keçdi. Barışdı. Barışdı. Ben güzel, ben sana bak. Yarın hatıra seni çektireceğim. Oy ne istiyorsan? Aha. Effekt koyma buna. Gözüm gibi olsun. Yanmıyor. Hemen gitmedi. Artık besti. Gözüm gibi oldu diyor. Yok, yok. Besti. Wendy, Lovely, Amy, Diana, artıq vaxtı evə qayıtmalısınız. Dostlar, bizim rəhbərimiz sizin bir saniyəniz kimi hesablanır. Kitabım! Dostlar, əfsər olsun ki, bizim üçün də vaxtı. Görüşərik! Əziz dostlar, tamaşamız sona çatdı. Bu nağıldakı qəhrəmanlar isə gələcəkdə çox böyük uğurlar əldə etdilər. Wendy məşhur jurnalist oldu. Diana həkim oldu. Lovely isə gözəl tanınmış bir aktrisa oldu. Amy dahi bir professor oldu.
Tinkerbell həmişəki kimi insanlara yaxşılıq elədi. Peter Pan isə Tinkerbell kimi Neverland sakinlərini qoruyub, onlarla vaxt keçirirdi. Qalx isə Neverlandda bir teatr açdı və bütün uşaqları ora yığıb tamaşalar hazırlamağa başladı. Smee isə Qalxın teatrında icraçı direktor vəzifəsində işləməyə başladı. Lera isə Smee'nin köməkçisi oldu. Beləliklə, hər kəs öz sevdiyi işi tapdı. Beni dostlar, yine de tanıyanlar. İndi ise bizim güzel tamaşada iştirak eden aktörlerimizi sahneye davet edirəm. Leyla! Emin, Arzu Etmezade! Diana, Firuze Recepova! Hazırsınız dostlar, başladı. 1, 2, 3, 4. BTP, Dal, Smee, Fluffy, Amy, Diana, Tinkerbell ve ben Wendy. Gelmişiz biz bizimle görüşe. Festivalda tamaşa gösteren o dünyanın biz nağıl dilerim. Nağıllar dünyasında elemek. Burada dostlar gelip bizle birlikte dünyanın sehrini keşfedelim. Tamaşanı tek göstermek değil. Öğrenin hem de biz eğlenelim. Aslındayı keşfedelim sizinle bir olur yine. Nağıllarda öğrendik bir yolumuzla devam edek. Sizin minik kunduzlarla burada bu an görüştük. Biz her zaman bu ellerle giderine devam ettik. Gelmişiz biz festivalda tamaşa gösteren o dünyanın biz nağıl dilerim. Nağıllar dünyasında eğlenek. Burada dostlar gelip bizle birlikte dünyanın sehrini keşfedelim.